Bu dəfə qotur xəstəliyinə qarşı itlərə dərman vurma tədbirini çəkirik. Zərdab rayonundan bir qrup heyvansevərlər sahibsiz itlərlə bağlı Aqrar Xidmətlər Agentliyinə müraciət ünvanlamışdı. Bu müraciətə əsasən biz sahibsiz itlərin müalicə və müayinəsini həyata keçirdik. Məlumat üçün bildirim ki, Zərdab rayonunda 2300 baş sahibli it mövcuddur. Onlardan cari ildə 2049 başı quduzluq xəstəliyinə görə vaksinasiya olunmuşdur. Quduzluq xəstəliyinə görə sahibsiz itlərə və vəhşi heyvanlara aldadıcı yem vasitələrindən istifadə edirik. Mütəmadi olaraq bu kimi tədbirlərimiz il ərzində davam edəcəkdir.